Sağlam psixologiyalı insan hər kəslə yola gedə bilmir, çünki o öz sərhədlərini çox yaxşı şəkildə qoruya bilir. Sağlam bir insanın biraz sevilməməsi lazımdır. Biraz onun başqa insanlarla probleminin olması da normaldır. Hər kəslə yox təbii ki. Əgər sizin hər kəslə probleminiz varsa, demək ki, siz özünüzdə nə isə dəyişdirməlisiniz. Amma heç kimlə də probleminiz yoxdursa, yenə özünüzdə bəzi şeyləri dəyişdirməlisiniz. Çünki sağlam psixologiyalı insanın bir xarakteri, bir duruşu və bir müəyyən edilmiş sərhədləri olur. Ona görə də sağlam psixologiyalı insanlar bəzi insanlar tərəfindən bəzən sevilmirlər və eyni şəkildə sağlam psixologiyalı insanlar bir-birləri ilə bir münasibət içərisində olarkən bəzən bir-birlərini üzə də bilərlər ya da tam-tamına bir-birlərinə uyğun olmaya da bilərlər. Çünki onlar da bir-birlərinə sərhədlərini bildirirlər və bir-birlərinə bəzi anlarda dur deyirlər.